Gecənin səsini daim duyuram. Verilişin sponsoru Anakür İstirahət Kompleksidir.
Axşamınız xeyir olsun. Hörmətli həmvətənlər, hörmətli Azərbaycanımızın çox dəyərli ziyalı insanları, Azərbaycanımızın hər bir bölgədə, istər Azərbaycanda, istər Azərbaycanın hüdudlarında olan gecənin səsini sevə-sevə, səbirsizliklə gözləyən həmvətənlərimiz, hər birinizi xoş gördük. Hər birinizə bax beləcə musiqinin gözəlliyi qədər gözəl günlər arzu edirəm. Bir daha xoş görüşmüşük deyirəm. Əziz həmvətənlər, əziz tamaşaçılar, hər zaman olduğu kimi bugün də adət-ənənəmizə sadiq olaraq bazar ertəsi 22:00-da sizlərin görüşünə Natiq Dağlaroğlu ilə bərabər çox hörmətli Azərbaycanımızda sevilən, seçilən, uzun illərdir xalqımızın xidmətində olan Laçın instrumental ansamblı ilə bərabər gəldik. Mən istərdim ki, gecəmizi və burada əyləşən tamaşaçılarımızın hər birini ürəkdən bir salamlayaq, hər birinə var olun deyək. Hər zaman bizlə bərabərsiniz, bizi heç vaxt tək qoymursunuz. Allah sizləri hər zaman var eləsin, hər zaman görüşümüz belə toylu bu saatda olsun. Əziz həmvətənlər, əziz tamaşaçılar, hər birimizə məlumdur ki, bugün yenə son gün olsa da, hər bir evdə xonçalar bəzənib. Hər bir evdə baharın son günüdür, bahar bayramının son günləridir, bahar gəlir. Qoy hər zaman hər birinizin evinə bahar ətirli ömür qismət olsun. Gələn ilimiz, ayımız biri-birinə xoş çalansın. Hər zaman vətənimizdən, Azərbaycanımızdan, göyçəklənən Azərbaycanımızdan toyubsat səsi əksik olmasın. Bugün də həmişə olduğu kimi əziz tamaşaçılarımız bizim gecənin səsinə sponsorluq eləyən, əvəz olunmaz bir məkan, doğma Muğamda, Mildə, Sabirabad elində Anakür Şadlıq Sarayı restoranı adından sizlərin hər birinin bahar bayramını bir də təbrik edirəm. Hər birinizə gözəl günlər arzu edirəm və toyların, nişanların, ad günlərinin yaxşı keçməsində böyük zəhməti olan Anakürə mən buradan atəşli salam göndərib onlara var olun və ocağı daimi toylu bu saatda olsun deyirəm. Azərbaycanımızda deyərdim ki, nömrə 1-dir Anakür. Anakür ona görə fərqlidir ki, Muğamda elə bir gözəllik var ki, Kürün sahilində, Kürün kənarında Anakür Azərbaycanımızın xidmətindədir. Azərbaycanımızın hüdudlarından, Rusiyadan, Güney Azərbaycanımızdan, xarici ölkələrdən gələn qonaqlarımızın diqqətini cəlb eləyən bir məkandır. Anakür hər zaman bizləndir. Allah o ocağa daimi toylar, şadlıqlar qismət eləsin. Əziz tamaşaçılar, bu gecəmizdə bizlə bərabər olan, bu əyləşən gözəl tamaşaçılarımızı mən ürəkdən salamlayıram. Hər zaman var olun. Gecənin səsinin bir gözəlliyi sizlərsiniz. Allah sizləri hər zaman var etsin. Həmişə görüşümüz bax beləcə şirin, bir-birimizə düşərli olsun. Və bugün də adətimizə, adət-ənənəmizə sadiq qalaraq Azərbaycanımızın sayılan, seçilən gənc istedadlılarını bugün də dəvət etmişik, əziz tamaşaçılarımız. Və istəyirəm ki, bugünkü gecənin səsində mənə həmişə dayaq olan, mənlə bərabər olan Laçın instrumental ansambl, ansamblın musiqi rəhbəri, qarmon ifaçısı Tofiq Xudarov başda olmaqla, simli alətlərin mahir ifaçısı Akif Sədrəddinov başda olmaqla, nəfəs alətlərində Pərviz bəyi, zərb alətlərində Vüqar bəyi, piyanoda Elxan Baxışovu və bizim çox dəyərli dostumuz zərb alətlərində, Udarnikdə Elçin Qubatlı balasını ürəkdən salamlayıram və bizim bugün tarizanımız, gözəl qardaşımız Bəhruz Zeynalov bu gecədədir. Bəhruz, sən də xoş gəlmişsən və bizim səs rejissoru Aydın bəy, var olun, həmişə səsiniz şirin, gözəl olsun. Əziz həmvətənlər, əziz tamaşaçılar, mən istərəm ki, bu gecədə, o biri günlərimizdən, keçən həftələrimizdən maraqlı bir gecə olsun. Ona görə də bugün Azərbaycanımızın muğamlarını, musiqilərini tək Azərbaycanda yox, Azərbaycanın hüdudlarında, xarici ölkələrdə Azərbaycan muğamlarını sevə-sevə ifa edib tanıtdıran, Azərbaycanımızda gedən muğam müsabiqəsinin ən layiqli dəyərini almış iştirakçısı mən istərdim ki, Elnur Zeynalovu, gözəl xanəndəmizi mən salamlayım. Elnur, bir daha xoş gəlmişsən. Sənin də bahar bayramı mübarək olsun ki, keçmiş olsa da bizim görüş gecəmizdə bugün bahar ətirli bir gündür. Bir daha xoş gəlmişsiniz. Salamlayıram, bizi izləyən tamaşaçılarımıza, burada yerləşən tamaşaçılarımıza hər birini salamlayıram. Hələ bayram bugünə qədər davam edirdi. Bəli, 27-sinə qədər bayram. Bəli, bayramdır. Hər kəsinə bayramı təbrik edirəm və
Sizlərə də təşəkkürümü bildirirəm. Yəni gözəl verişinizə bir daha dəvət etdiyiniz üçün sağ olun. Çox sağ ol, çox təşəkkür edirəm. Və əziz tamaşaçılar, bugün bizim qonağımız çox dəyərli bir Azərbaycanımızın dəyərli oğlu, Gürcüstandan bugünkü gecəmizə qonaq olan Marnol rayonunun Qaçağan kəndindən gəlmiş. Bax, Marnolda, Qaçağanda, Gürcüstanda, Qazaxda, Akstafada bütün toyların yaraşığı olan Məhərrəm Məhərrəmov mən salamlayıram. Məhərrəm qardaşımıza, Məhərrəm dostumuza xoş gəlmişsən deyirəm. Məhərrəm müəllim, siz də belə düşünürəm ki, yəni Marnolda, Borçalıda, Gürcüstanda bizim həmvətənlərimiz olan məkanların hər birində çox böyük təntənəli adət, ənənələrimizlə bayramlar keçirilir. Sən də bayram əhvalı ruhiyyəsi ilə gəlmişsən. Sənə də xoş gəlib, səfa gətirmişsən deyirəm. Və istərdim ki, siz də bir mikrofonu xahiş edirəm. Siz də orada bizim həmvətənlərimizin keçirdiyi adət, ənənəni və buradan bizi izləyən tamaşaçılarımızı salamlayıb və Qaçağanda olan adət, ənədən bir qısa bizə bir anlam verəsən. Çox sağ olun, Natiq müəllim. Mən də çox şadam. Bugün buradayam. Dünya TV kanalında çəkilişə gəlmişəm. Mənim də dəstək ansamblım buradadır. Qardaşlarım Asəfdir, Vəlidir, Avdıdır, Ceyhun. Dəstəmizin bədii rəhbəri. Bizdə adət-ənənə ilə Azərbaycan xalqı, Azərbaycan millətinin adət-ənənəsi ilə bizdə də var. Toylar eyni qaydada gedir. Və bugün mən çox şadam. Mən dəstəkləyən dostlara, qardaşlarım üçün sağ ol deyirəm. Eşq olsun sizə. Sağ olun. Çox sağ olun, var olun. Mən də buradan çox dəyərli dostları bizə dəyər verən, gecənin səsini sevə-sevə izləyən və belə dostları qəriblikdən gətirib, belə gecənin səsində xalqın qarşısında sevdirən Abbas qardaşımı buradan salamlayıram. Abbas bəy, arzu edirəm ki, hər zaman arxadır, arxa olsun, hər zaman köməyin ulu yaradan heç vaxt kəsməsin. Və əziz tamaşaçılar, bu gecəki qonağımız mən istərdim ki, çox dəyərli, çox gözəl muğam müsabiqəsinin layiqli iştirakçısı, son vaxtlar efirlərdə Elnur bəy görükmür. Mən onu özüm xahiş etdim ki, bizim gecəmizdə olsun. Gülnar xanım İsayevanı mən istərdim bir gül alqışlarla alqışlayaq. Gülnar xanım, siz də xoş gəlmişsiniz. Sizin də bahar bayramınızı mən təbrik edirəm və arzu edirəm ki, tez-tez qonağımız və ekranlarda nəsi olmayasınız. Çox sağ olun, Natiq müəllim. Mən də öz növbəmdə hər kəsi ürəkdən salamlayıram. Gec də olsa bütün Azərbaycan xalqının Novruz bayramını ürəkdən təbrik edirəm və doğrudan da sizin bugün mənim dəvətiniz üçün sizə dərin təşəkkürümü bildirirəm. Təbii ki, kanalın rəhbərliyi başda olmaqla hər birinizə minnətdaram. Hər birinizi ürəkdən salamlayıram. Bəli, inşallah Gülnar xanımdan da, Məhərrəm müəllimdən də, Elnur bəydən də gözəl ifalar işlərik. Və əziz həmvətənlər, əziz gecənin səsini sevə-sevə izləyən tamaşaçılarımız, bugünkü qonaqlarımızın sırasında çox gənc, istedadlı və Azərbaycan toylarının maşallah yaraşığı olan Elnur bəy, səliqəsi, səhmanı yerində, çox tərbiyəli və mənim əzizim olan, çox sənəti ilə bərabər səmmiyyəti hər bir kəsin qəlbində yer tapmış. Mən istərdim ki, Emil Məmmədovu, bizim Xalq Ulduzu yarışmasının ən layiqli iştirakçısı olan Emil, sənə də xoş gəldin deyirəm. Bir neçə dəfə səni mən dəvət etmişəm. Zamanın olmayıb, maşallah, toylar çoxdur. Bir daha xoş gəlmişsən. Xoş gördük hər birinizi, Natiq müəllim. Sizi salamlayıram. Bu kanalın rəhbərliyini salamlayıram. Əməkdaşlarını salamlayıram. Burada iştirak edən tamaşaçıları və bizi seyr edən tamaşaçıları salamlayıram. Mən də qoşuluram sənətçi dostlarımın sözlərinə. Bayramımız mübarək olsun. Xoş illərə çıxaq. Nə ki, arzularımız var idi bu ilə qədər, bu bahar bayramına qədər. Bundan sonra da bizim xalqımıza Allah xoş günlər, xoş illər nəsib etsin inşallah. Və inşallah biz də yəqin ki, inanıram ki, yəni öz ifalarımızla həm burada bizi izləyən tamaşaçıları, həm də seyr edən tamaşaçılara bir xoş ovqat bəxş etmiş olaraq. Sizə təşəkkür edirəm. Emil bəy, bilirsən ki, bunu Məhərrəm müəllim də yaxşı bilir ki, bizim Dünya TV-də olan bütün proqramları Azərbaycanımızın hüdudlarında hər kəs Dünya TV-yə çox meyilli, maraqlıdır. Ona görə ki, burada hər şey təbii, hər şey gözəl, hər bir ifaçının öz yeri var. Bu saatı başqa qonşu kanallarımız var. Onlar hər biri tanınmışları dəvət edir. Və bizdə tanınmışlar sizlər kimi simalarını xalqımız görməyən ifaçılarımız var. Biz onları da dəvət edirik ki, hər kəs
Azərbaycan övladıdır. Məhərrəm müəllim Marnolda, yox Borçalıda, Gürcüstanın harasında olsa, onun bir adı, bir ünvanı var, o da Azərbaycan. Düzdür Məhərrəm müəllim. Eşq olsun Azərbaycanımıza, eşq olsun Azərbaycan musiqisini yaşadan hər kəsə və mən istəyirəm əziz tamaşaçılarımız, əziz həmvətənlər, bu gecəmizdə çox dəyərli ağsaqqallarımız var, mənim çox istədiyim insanlar var. Bugün istəyirəm ki, sahib kişi mən sizi ürəkdən təbrik eləyirəm. Sahib Qubatlının bugün 70 yaşı bizlə bərabər keçirir. Mən və bizim Emil bəy sizə ad gününüzlə bağlı tort gətirib, tort hədiyəsini alıb. Sizə var olun deyirəm, xoşbəxt olasınız və onunla bərabər bizim çox dəyərli ağsaqqalımız Zahir müəllimin ömürgün yoldaşı, həyat yoldaşı Məhluqə xanımın 60 illik yubileyidir. Mən Məhluqə ananı buradan təbrik edirəm. Onun oğlu Vüqar bəy bizim ansamblın gözəl övladlarından biridir Vüqar. Allah hər bir kəsə analı, atalı ömür qismət eləsin. Sənin adından, ailəniz adından Məhluqə ananı təbrik edirəm və gecənin səsinin kollektiv adından, Laçın ansambl adından və bizim operatorlar adından anamıza xoşbəxtlik arzu edir. İnşallah bir muğamla, bir şeirlə onu da təbrik eləyərik. Elnur bəy, istəyirəm ki, böyüklər həmişə bizim əzlərimiz olur. Gecənin səsində ilk qonağımız olan mən istəyirəm ki, ilk ifanı Məhərrəmovdan eşidək. Ona görə ki, bizim adət-ənənəmiz var ki, böyüklər hər zaman öndə olmalıdır. Bir gür alqış gəlsin Məhərrəmovun şərəfinə. Buyur Məhərrəm müəllim. Gözəl mikrofonu xahiş edirəm Elnur bəy. Bir gözəl ifa gəlsin Məhərrəm müəllimin ifasında. Görüş var bir ömrü versəm də azdır. Görüş var getməyə adam can çəkir. Görüş var fərəhi sığmır illərə. Görüş var sevinci bircə an çəkir. Sən getsən ən şirin arzuyla, kamla. Sevincin sel olar, dərdin sədamla. Ürəkdən verilən xoş bir salamla əli sidər. Qanı qan çəkər. Ayrılıq həyatda hər şeydən çətin. Min bir əzabı var bir məhəbbətin. Gəlməzsən, yandırar məni həsrətin. Gələrsən nazını, Zəlimxan çəkir. Rəhmət Zəlimxana, eşq olsun Azərbaycanımıza. Əlində sazın qurbanım, çəkərəm nazın qurbanım. Əvvəl ki diqqət edin bülbüllərin önünə. Ay dəli dağın bizə baxan yanın. Bir gətirin gözümüzün önünə. Ay bir gətirin gözümüzün önünə. 1955'in ayının Kəlbəcərin gül çəhli ayın. Aman 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 ey, aman ey. Əzim qaçağandır
azizim qaçandır, elim obam qaçalandır. Ey azizlerim, ey azizlerim, yurdum yuvam qaçandır. Aman ey, aman ey, kalbimde sen, kalbimde yer, kalbimde sen. Anam gel, anam gel, anam gel, kalbimde sen, kalbimde yer, kalbimde sen. Anam gel, anam gel, anam gel. Sen yine sevgilim yine, incip kim gider akıl batar gama. Ben yine sevgilim yine, kaldım yaranlar perişan. Ben seni çok, kalbimdeki nazlı cananlar perişan. Kaldım yaranlar perişan. Ben seni çok, kalbimdeki nazlı cananlar perişan. Kalbimde sen, kalbimde yine, kalbimde sen. Anam yanlı, anam yanlı, anam yanıyor. Kalbimde sen, kalbimde yine, kalbimde sen. Anam yanlı, anam yanlı, anam yanıyor. Anam yanıyor, anam yanıyor. Sağ olun. Çox sağ ol Mərrəm, çox sağ ol. Çox təşəkkür edirəm. Var olun, əl çalan əlləriniz var olsun. Və əziz tamaşaçılarımız, mən istəyirəm ki, bu gözəl anda, bu gözəl məqamda çox dəyərli xanəndəmiz mən Elnur Zeynalovdan gözəl bir ifa gəlsin. Bizi izləyən tamaşaçılarımız da biraz rahatçılıq xahiş edirəm. Hər kəs, izləyən tamaşaçılarımız çay sözün, əyləşin televizorun qarşısında yavaş-yavaş gecənin səsini izləyin. Biri-birindən gözəl ifalarımız var. Buyur Elnur bəy, gözəl bir ifa gəlsin. Yığışıb dərdi sərin başıma bir sən yoxsan. Yığışıb dərdi sərin başıma bir sən yoxsan. Dönüb həsrət yenə sirdaşıma bir sən yoxsan. Senden danışan her şeye sevgiliyim. Bana senden her şey danışan ey sevgiliyim. Çəkmişəm doğma tək ağuşuma bir sən yoxsan. Göz
Gözüm eşk ilə dolub hey gecə gündüz boşalır. Acıyan çoxdur bu göz yaşlarıma, ya bir sən yoxsan. Gül deyərdim sənə mən indi gülüm. Gül deyərdim sənə mən indi gülüm. Elə bil ki gül nəfəsin hopub üst başıma bir sən yoxsan. Bir zaman tərk eyləyib aləmi yansın gedərəm. Onda da yazılar məzar daşıma. Onda da yazılar məzar daşıma. Bir sən yoxsan
Çox sağ ol. Elnur, çox sağ ol. Təşəkkür edirəm sənə. Var olasan. Eşq olsun Laçın instrumental ansamblının hər birinə var. Bu gözəl mahnını bu qədər laylalı ifa eləmək həm müğənniyə rahatçılıqda, həm də bizim gözəl ifaçılarımıza. Mən istəyirəm ki, Gülnar xanım İsayevadan. Gülnar xanım nəsə biraz narahatçılığım var. Gözəl bir ifa gəlsin Gülnar xanım İsayevadan. Gülnar xanım çox gözəl ifaçılarımızın biridir. Biraz nəsə gələndə maşında narahatçılıq olub, amma rəhli olmaq lazımdır. Buyur Gülnar xanım. Bir gözəldə min gözəllik səmləşir. Duruşu da, ədası da gözəldir. Sularından üzüb gələn qəvvasan, dəryası da, dalğası da gözəldir. Sözü haqdan, özü nurdan gəlibdir. Şahımız da enib taxtdan gəlibdir. Qulağıma səsi çoxdan gəlibdir. Mənə gələn qadası da gözəldir. Yer üzündə, göy üzündə durnaları saxladıb, yer üzündə qayaları laxladıb. Ay Məhərrəm Zəlimxanın anasını ağladıb. Mənə gələn qadası da, ifası da gözəldir. Nə ağlarsan, nə sızlarsan bir dərdi beş olan könlüm
Ay maşallah, var ol. Çox təşəkkür edirəm Gülnar xanım. Və bu ifa budur. Gülnar xanımın mən hər zaman sevmişəm ifalarını. Özü də gözəl xanım ifasıdır. Çox təşəkkür edirəm. Əziz tamaşaçılarımız, gecəmiz davam edir və istəyirəm ki, çox hörmətli, gənc, istedadlı toylarımızın yaraşığı, maşallah. Emin'in, Elnur bəy, bilirsən də, Emil bu saat toylarımızı o bayan şaqqa-şaqdır. Çox səliqəli, tərbiyəli bir oğlandır. Emrin ilk öncə mən mədəniyyətin vurğulayam həqiqətən. Oxuyanda birincisi görkəm olmalıdır, vid olmalıdır. Ondan sonra Emrin tərbiyəsi, onun valideynlərinə Allah can sağlığı versin. Halal olsun valideynlərinə. Mən də buradan doğrudan salamlayıram. Oxumadakı səliqəli, gözəl, şirin. Və Emilin də bir xüsusi bir mənim yanımda hörmət, məhəbbət var. Emil mənim gözümün önündə böyüyüb. Biz bir binada yaşamışıq. Emil, buyur. Ona görə deyirlər ki, çıraq öz dibinə işıq salmır səni. Gərək bu gecənin səsinə bir 10 dəfələrlə olardı. Zəng açıram, zamanın olmur. Buyur, gözəl ifa istiri Emil Məhmətovdan. Emil, musiqiçilərimlə bölüşüncə mən istərdim ki, bizim babu Dünya TV-də Emil, gecənin səsində böyük zəhməti olan bizim gözəl bir xanımımız var, gözəl bir qızımız var. Bugün onun bacısı qızının ad günüdür. Mən istərdim Dəniz balamızın ad gününü mən buradan Dünya TV-nin bütün kollektiv adından təbrik edəm. Onun atası Emini, anası xanımı, nənələri Şəfiqə xanımı, Sümünar xanımı, babaları Qüdrət, Səyyəddini, xalaları Şəmsi, Vüsalə xanımı, Röya xanımı, əmisi Elvinin adından və mənim şəxsən öz adımdan Dəniz balamıza xoşbəxtlik arzu edirik.
xoşbəxt olsun, gələcəyi həmişə parlaq, xalalarına, əmilərinə, dayılarına, babalarına, nənələrə daimi sədaqətli övlad olsun. Buyur, Emil'dən gözəl bir ifa gəlir. Yine hicran, ayrılık nece geldi bizden habersiz. Gel yandım ama değildin ki yaşayan bilmezsen mensiz. Aman ayrılık neymesin çalır gecelerin fıçıltısından. Kalbim odlardan alışıp yanır yerine göğün arasında. Orada kaldın gelmedin, sevilen değildin, yegin bile yazılıp verdin. Gecelerin fıçıltısından. Kalbim odlardan alışıp yanır yerine göğün arasında. Öten günler geri dönebileydi göz kırpımında. Öten iller tadıma çataydı ömrümün son anında. Kaman ayrılığın neymesin çalır gecelerin fıçıltısından. Kalbim odlardan alışıp yanır yerine göğün arasında. Orada kaldın gelmedin, sevirem değildin, yegin bile yazılıp ayrılık neymesin çalır gecelerin fıçıltısından. Kalbim odlardan alışıp yanır yerine gün arasında. Kaman ayrılık neymesin çalır gecelerin fıçıltısından. Kalbim odlardan alışır yanır yerine
Pəncərəmizdən, köçəmizdən keçəsən, yerişindən, gülüşündən bilirəm sən necəsən. Yaz ötüb yayda keçib toylu paylı səsli gəlir, heç demirsən ki gərək ömrünə həmdəm seçəsən. Ay gözlərim pəncərəmizdən, köçəmizdən keçəsən, yerişindən, gülüşündən bilirəm sən necəsən. Yaz ötüb yayda keçib toylu paylı səsli gəlir, heç demirsən ki gərək ömrünə həmdəm seçəsən. Məndən sevgilim var, olmuşsan açıq bəxtəmə. Ay məndən sevgilim var, olmuşsan açıq bəxtəmə. Geciksən peşman olarsan, dost ikən düşmən olarsan. Geciksən peşman olarsan, dost ikən düşmən olarsan. Hey almırsan, necəsən bilmirəm, necəsən almırsan, necəsən heç bilmirəm, necəsən. Hey! Ay baş alır gedir xəyal, ürək susub oluna, qarşımda durursan, gülüm arda qalmısan. Baş alıb gedir xəyal, ürək susub oluna, qarşımda durursan, gülüm arda qalmısan. Tomurcuqlar gülür, elimizə bahar gəlir, qəlbim sənsiz kövrəlir, gülüm arda qalmısan. Ay tomurcuqlar göyərir, elimizə bahar gəlir, qəlbim sənsiz kövrəlir, gülüm arda qalmısan. Gözün arınlarım, əridir dağın qarın, o məsum baxışların, gülüm arda qalmısan. Gözün arınlarım, əridir dağın qarın, o məsum baxışların, gülüm arda qalmısan. Bahçalarda barım var, bir eyva bir narım var. Bahçalarda barım var, alma heyvanlarım var. Gelen kaşkara gözlü, hoş bakışlı yarım var. Gelen kaşkara gözlü, hoş bakışlı yarım var. Ber gel kara göz, gel kara göz yüreğim, yara köz derdime sen çare çöz. Ber gel ay kara göz, gel kara göz yüreğim, yara köz derdime sen çare çöz. Ber gel ay kara göz. Hey! Vurgulan sana boynu servinaz, alır gözün tek, gözler anazlaz. Vuruldum sana boynu servinaz, alır gözün tek, gözler anazlaz. Benim ömrüme sen ol bahar yaz, seninle gülüm kalbim anazlaz. Benim ömrüme sen ol bahar yaz, seninle gülüm kalbim anazlaz. Naz naz anaz naz, bu kadar etme naz. Naz naz anaz naz, bana gel etme naz. Naz naz anaz naz, bana gel etme naz. Naz
Çox sağ ol, var ol, çox təşəkkür edirəm Emil, var ol, təşəkkür edirəm. Hər birinizə çox sağ olun deyirəm və əziz həmvətənlər, əziz tamaşaçılarımız, gecəmiz çox gözəldir. Mən istəyirəm ki, bizim gözəl dostumuz Məhərrəm müəllimlə gözəl bir ifa gəlsin. Və telefon xəttində tamaşaçımız var. Alo deyək, onun ardınca da yenə Məhərrəmovdan gözəl ifa gəlsin. Alo. Alo. Akşamın xeyir əziz qardaş. Axşamın xeyir olsun. Alo. Bəli, axşamınız xeyir. Abil Laçınlıdır. Bəli, çox sağ ol. Narahat edən Abil Laçınlıdır. Narahat eləmirsən, xoşdur. Səsini eşitdik, səsdən səs aldıq. Şaqrar gürüşündən güz, nəfəs aldım. Sənin səsin mənim üçün çox gözəldir. Bu gözəl sənətkarlarımız üçün şirindir. Var olasan ki, yada salmısan. Buyur. Akşamın xeyir olsun. Ben orada əyləşən qonaqların bayramını təbrik edirəm. Çox sağ ol. Hamısını salamlayıram. Bayramlarını təbrik edirəm. Elnur qardaşım, gün o gün olsun Ağdamda Qarabağ şəhsəsini oxuyasan. Öpürəm sizləri. Qonaqların hamısını salamlayıram. Ansambla təşəkkürümü bildirəm, Natiq qardaşım. Və orada əyləşən, mən həmişə qeyd eləmişim Natiq qardaşım. Orada əyləşən qızıl vaxtlarını o verilişə sərf eləyən, orada əyləşən qardaşları, tamaşaçıları öpürəm, bağrıma basıram. Çox sağ ol. Yəni, bil ki, bu veriliş yüksək səviyyədə, yüksək reytinglədir. Həmişə belə şanı belə saxla. Öpürəm qurban olun, öpürəm qadınım. Çox sağ ol, mən də sənə çox-çox təşəkkür edirəm. Var ol, diqqət etdiyin üçün, izlədiyin üçün və sən Elnura bir xal atdın ki, Qarabağ şəhsəsi, yəni bu gecə burada oxunmalıdır bugün, gecənin səsində. Dedi inşallah Ağdamda. Ağdamda da elə burada da. Habil, çox sağ ol, çox təşəkkür edirəm. Sən burada eləşən tamaşaçılarımızın da sevgisini qazanmış və Azərbaycanın sevgisini qazanmış bir sənətkardır. Və bu gözəl Laçın ansamblının rəhbəridir. Allah sənə can sağlığı versin ki, həmişə mənlə bərabər bu Laçın ansamblının başında sağlam, gümrah olasan, sevənlərinlə daimi qəlbini bölüşəsən, o şirin, o zəngüləli səsini heç vaxt Allah sənə əsirgəməsin. Və bir gün, əziz tamaşaçılarımız, bundan öncə yaxşını demək lazımdır. Rusiyada yaşayan çox dəyərli bir həmvətənlimiz, vətənpərvər bir oğul, çox qeyrətli bir oğul, övladını 30 ildir Rusiyada böyüdüb, amma gəlib ata-baba yurdunda, doğma Bərdədə, Qarabağda gün o gün olsun, o rayonlarımız işğaldan azad olsun, Laçının Qorçu kəndinin övladına toy etsin. Bərdədə eli üçün, obası üçün bir böyük toy elədi. Mən buradan Adil qardaşımın çox hörmətli ağsaqqalı, Hacı kişi başda olmaqla ağsaqqalımıza deyirəm, Allah övladlarını qorusun. Və Müqəddəs bəylə, Ofeliya balamıza xoşbəxtlik arzu edirəm və Mətləb babanı buradan salamlayıram. Onunla bərabər Səkinə nənəyə, Dilarə nənəyə deyirəm, Müqəddəs bəy, Ofeliya xanım xoşbəxt olsun. Adil qardaşıma, Nailə xanıma, İlham müəllimə, Gülbəniz xanıma deyirəm, gözləriniz aydın olsun və əmilərin, dayıların, Nicat şəxsən, Fərhad qardaşımın böyük zəhmət olub, Qaşqayı, Qafuru, hər birini, Məhəmmədi təbrik edirəm. Bir alqış göndərək Heyloğullara ki, Rusiyada yaşayıb, gəlib Azərbaycanda eli ilə bərabər şad günlərini bölüşür. Və Məhərrəmovdan bir gözəl ifa gəlsin, Məhərrəm, elə bir ifa elə ki, şən və bu insanların qəlbini və buradan səni seyr eləyən yüzlərlə tamaşaçımız var. Sənə Siverlov şəhərindən Şahin qardaşım zəng eləyib, inşallah qoşarıq. Bir eşq olsun Azərbaycanımıza, Məhərrəm qardaşımdan ifa gəlir.
Muhabbet ehli düşürmün belaya akşamlar Düşende türlü dilber hayala akşamlar Muhabbet ehli düşermin belaya akşamlar Akşamlar, akşamlar, akşamlar Akşamlar, akşamlar, akşamlar Şarabı yarsız içende biraz da qan götürər Şarabı yarsız içende biraz da qan götürər Gülüzlü yar ile yol hem piyale akşamlar hem piyale akşamlar Gülüzlü yar ile yol hem piyale akşamlar hem piyale akşamlar Akşamlar, akşamlar, akşamlar Akşamlar, akşamlar, akşamlar Düşende çiğnine o qara saçları Derin xəyala dağıram Baxtıqca doymuram, baxtıqca doymuram O məhcamala yaxşamlar Düşende çiğnine o qara saçları Derin xəyala dağıram Baxtıqca doymuram, baxtıqca doymuram O məhcamala yaxşamlar Akşamlar, akşamlar, akşamlar Akşamlar, akşamlar, akşamlar Akşamlar, akşamlar, akşamlar Akşamlar, akşamlar, akşamlar Aman, aman, Çox sağ ol Məhərrəm, çox sağ ol. Və mən istəyirdim ki, sən bir dənə də şanı ifa eləyəsən, eybi yox. Növbəti ifada, gözəl ifa gələr. Mən, əziz tamaşaçılarımız, Gülnar xanım, bəlkə bir şən, bir gözəl ifa gəlsin. Gülnar xanım bizim əzizimizdir, gözəl müğənnimizdir və hər birinizə gözəl günlər arzu edirəm və istəyirəm ki, əziz tamaşaçılarımız, bugün mən hər kəsin, heç kimin qəlbinə istəmirəm ki, toxunum, o qəlbə toxunmaq yaxşı şey deyil. Bugün çox insanlar, çox dəyərli dostlarımız var. Bizim Tərtərdən hərbi xidmətdə olan balamız var, Elman İsmailovu mən buradan salamlayıram, onun doğum günüdür. Onun əzizlərinə və Ömərə çox-çox təşəkkür edirəm ki, Ömər onu Bilasuvardan izləyir. Mən Ömər sənə və bütün ətrafda olan dostlara və bütün hərbidə olan balalarımıza xoşbəxtlik arzu edirik. Hər biri xoşbəxt olsun. Gözəl ifa gəlir Gülnar xanımdan. Gülnar xanım buyur. Bir gözələ vuruldum, dedim ona dəymə, dəymə Bir gözələ vuruldum, dedim ona dəymə, dəymə Qaşı gözü qaradı, yandı balım ona dəymə Qaşı gözü qaradı, yandı balım ona dəymə Dəymə, 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 dedim ona dəymə
karadı, yandı bağrım ona değme. Kaşı gözü karadı, yandı bağrım ona değme. Kaşı gözü karadı, yandı bağrım ona değme. Oxu da, oxumursan gözəl. Saxlama, gözəl bir ifa. Bəs istəməzdim axı belə tez saxlayasınız. Bizdən hər kəs əyləşən tamaşaçılarımız hamısı mahnı istəyirlər. Buyur, Elnur. Ayrı düştük, aylar geçti, oldu. Eşkim sensiz bir çağlayan sen oldun. Ayrı düştük, aylar geçti, oldu. Eşkim sensiz bir çağlayan sen oldun. Bahçe saldım, gonca yazdı, gül oldu, gül oldu. Bahçe saldım, gonca yazdı, gül oldu, gül oldu. Hiç kimse
çəkdiyimi vəslilə etsəm bir sənə zeyləyərəm xilqət içində min cazibə vardır gözəlim ay min cazibə vardır gözəlim məsli gözündə insan sənə baxdıqca qalır heyrət içində Çox da şux qamətə vurulma könül. Ağacın içinin qurdu bilinmir. Elə quyu qazır çörək kəsdiyin. Bu taladır, yoxsa tordu bilinmir. Özün tərifləyir kələk saydığın. Şeytandan betərdi mələk saydığın. Bir zaman arkanda kömək saydığın görərsən arkandan vurdu, bilinmir. Vaxt elə dəyişib adam mat qalır. Eytibar azalır, ilqar azalır. Hər kəsən ağzında bir hava çalır. Seygahı bilinmir, şuuru bilinmir. Ayaq tutub yeriyəndə yalanın, gördüm tərs yüzünü, vətən satanın. Kamili yurdundan peri salanın, yurdu dağılmışın, yurdu bilinmir. Qoy Qarabağımızda Habil qardaşım dedi, Qarabağ şikəstəsi infa olunsun inşallah. hay bir məqamda çağlayan görmüşəm bir məqamda çağlayan görmüşəm biri mizrab, biri pərdə, biri sen bir məqamda üç ağlayan görmüşəm biri mənəm, biri sənsən, biri kim qartal olsam qartal olsam qanadımı sardım Söyd olsam bör üstə qalardım bir daş olsam yanıb külə dönərdim Güneş olsam birdən-birə sönərdim Güneş olsam birdən-birə sönərdim Torpaq idim yavaş yavaş həridim ay balam ay balam ay ay Yarandık biz bir günde, görüştük biz bir günde, ayrılmayan bir günde. Yarandık biz bir günde, görüştük biz bir günde, ayrılmayan bir günde. Leylim, canım leylim, gözüm leylim, leylim, ben leylim, leylim, canım leylim, gözüm leylim, leylim, ben leylim.
sağ olun, var olun. Bir daha təşəkkür edirəm. Gülnar xanım, mən istəyirəm ki, bu yeni gətirib çatırırlar. Azərbaycanımızda nömrə 1 olan Ağçiçəyimdən sizə bu gül hədiyyədir bizim Dünya Televiziyası və Gecənin Səsi musiqili proqramından və Ağçiçəyimdən sizə hədiyyədir. Bu gül kimi ətirli olasınız. Həmişə açan çiçəyiniz solmasın, zamansız. Bir daha Ağçiçəyimə mən buradan böyük təşəkkürümü bildirirəm, əziz tamaşaçılarımız. Və istəyirəm bir neçə təbriklər var. Çox sağ olsunlar, çox sağ olun, var olun. Təşəkkür bildirməsəm olmaz. Hər zaman gül kimi ətirli olasınız. Və bir gün bundan öncə Orxan bəylə Tamella xanımın, mənim əziz balamın toy günüydü. Mən onları xoşbəxtlik arzu edirəm. Atası, bəyimizin atası Vahid bəyə, Elxan qardaşıma, Aybəniz xanıma, Kəhli xanıma, övladları xoşbəxt olsun deyirəm. Yaxşı günlər görsünlər inşallah. Baxşeyiş baba, Cəlil baba başda olmaqla bütün babaları, nənələri, Xoşqədəm nənəni, Tamella nənəni təbrik eləyirəm. Dayıları, əmləri təbrik eləyirəm. Və onunla bərabər bizim çox gözəl dostumuz, Elçin qardaşımın çox dəyərli dostu, Eminov Rasimin ad günüdür. Mən Eminov Rasimi bütün dostlar adından, şəxsən Elçin qardaşımın adından, Laçın ansambl adından, öz adımızdan onu ürəkdən təbrik eləyib, ona xoşbəxtlik arzu edirik. Və bizim əziz dostumuz, Azərbaycanımızın çox dəyərli oğlu, böyük bir nəslin övladı Vüsal Hüseynovun bir oğul balası dünyaya gəlib və onun babası Fazil babaya və adaşı yeni dünyaya gəlmiş Fazil balamıza atalı analı ömür arzu edirəm. Sədaqət nənəni təbrik eləyirəm. Bütün doğmalara şəxsən bizim gözəl balamız Muradın adından hər birini ürəkdən təbrik edirəm və Elnur Zeynalovdan istəyirəm ki, gözəl bir ifa gəlsin, amma axırı Qarabağ şəstəsi ilə ki, Habilin sözü yerə düşməsin. Buyur Elnur. İcazə verin, mən də bir təbrikim var. Buyur Elsin, buyur. Sabahları mənim dostumun, yəni Xarkov şəhərində bizim Ağdam restoranı var, onun sahibi Adəm qardaşımızın ad günüdür. Mən buradan təbrik edirəm onu. Ramazan qardaş, siz də salamlayıram, öpürəm onu. Çox var olsun. Hər bizi izləyənlərin hər birinin istər Rusiyadan, istər Güney Azərbaycanımızdan bizi izləyənlər var. Əziz tamaşaçılarımız, əziz dostlar, bizi Güney Azərbaycanımızda bugün İran İslam Respublikasının Tehran şəhərində yaşayan Firuz Əhmədinin 34 yaşı tamam olur. Onu mən onların doğmaları adından, Əmir Nizain adından və bizim Dünya TV-nin əməkdaşı şəxsən Qurban qardaşımın adından, Məhəmmədin adından təbrik edirəm, ona xoşbəxtlik arzu edirəm. Qoy 34 yox, 64-də də təravətdə olsun. Buradan Güney Azərbaycanımıza, Tehrana, Təbrizə, Urmiya, Xoya bir gözəl salam göndərək. Əziz tamaşaçılarımız var olsunlar ki, bizi daim izləyirlər. Buyur Elnur. Dizlərini düşək biləm yatam mən, yıkılanda ətəyindən tutam mən, tez özümü qucağına yatam mən, kaş yenidən uşaq olam hayat, kaş yeniden uşaq olam hayat.
Eteğinler tutamam Tez üzümü Kucağına atamam Yaş yeniden Uşak olan ayağına Yaş yeniden Uşak olan ayağına Sen ellerin, gönüllerin, gül ve baharı sar. Sen ellerin, gönüllerin, gül ve baharı sar. Gel bir temiz Azerilerin, sevimli bir diyarı sar. Cennetin karama, zilletin karama, nağmeler gülü sana sar, sevgi de sana sar. Cennetin karama, zilletin karama, nağmeler gülü sana sar, sevgi de sana sar.
tamaşa, yay günləri sərin. Gözəl Şuşam bir tamaşa, yay günləri sərin. Cıdır düzür, aylı gündüzür, tarix edir keçmişləri. Cənnetim Qarabağ, zinətim Qarabağ, nəğmələr yürür sağlasan, sevgi dastanısan. Cənnetim Qarabağ, zinətim Qarabağ, nəğmələr yürür sağlasan, sevgi dastanısan. Cənnetim Qarabağ, zinətim Qarabağ, nəğmələr yürür sağlasan, sevgi dastanısan. Cənnetim Qarabağ, zinətim Qarabağ, nəğmələr yürür sağlasan, sevgi dastanısan. Çox sağ ol, var ol. Cənnətim Qarabağ, zinətim Qarabağ, amma Qarabağ şəssəsi yaddan çıxdı deyəsən. İnşallah ifa eləməlisən gecənin səsinin son dəqiqələrində Qarabağ şəssəsi ifa olunmalıdır. Və tamaşaçılarımız bugün fərqli musiqilərimiz var, muğamlar var, təsniflər var. Mən hər birinizə çox təşəkkür edirəm. Və bizim çox əziz qonağımız Məhərrəmovdan istəyirəm ki, istədiyi şux musiqiləri Məhərrəm qardaşımın ifasında eşidək. Məhərrəm bəydən gözəl musiqilər gəlir burada. Mən bütün xalqımızı, Azərbaycanımızı sevənlərin hər birini ürəkdən təbrik edirəm. Hər birinə musiqi qədər ömür arzu edirəm. Musiqi qəlbə nur saçan bir neymətdir. Musiqi olan yerdə bütün gözəlliklər var. Allah hər birinizi və bütün xalqımızın musiqi sevərlərini, musiqini bugün Azərbaycanda və Azərbaycanın kənarda xarici devlətlərdə Azərbaycan musiqilərini yaşadan hər kəsə mən musiqi qədər ömür arzu edirəm. Bir daha var olun. Əziz tamaşaçılarımız, bizim gözəl bir fidan balamız var. Zəng açıblar. Türkan balamız 24 saylı Laçın rayon tam orta məktəbinin birinci sinif şagirdidir. Sinifdə fərqləndiyi üçün bizim Türkan balamıza Laçın rayon rəhbərliyi tərəfindən, təhsil şöbəsi tərəfindən qiymətləndirilib. Mən onu fəxri diplomu almaq münasibəti ilə ürəkdən təbrik edirəm. Babası Əli qardaşıma o gözəl balaların, Turan, Türkanın xoş günlərini görməyini arzu edirəm. Qoy bütün balalarımız, övladlar həmişə valideynin üzünü ağ, qəlbini sevindirsin. Buyur Məhərrəm qardaşımdan gözəl bir ifa gəlir. Ay 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 ışığında, dünya sənin yaraşığında, bal düşürəm sənə əzizim, həmişə varam sənin yanında. Ay 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 ışığında, dünya sənin yaraşığında, bal düşürəm sənə əzizim, həmişə varam sənin yanında. İçirəm sənə əzizim, həmişə varam sənin yanında. Ay 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 ışığında, dünya sənin yaraşığında, and içirəm sənə əzizim, həmişə varam sənin yanında. Çiçeklerim, sevgilime düşmarım, hurilerim, meleklerim, sevgilime düşmarım. Elvan elvan çiçeklerim, sevgilime düşmarım, hurilerim,
danışmaram. Heç kimə mən heç kəsi sevgilimə danışmaram. Heç kimə mən heç kəsi özgülümə danışmaram. Heç kimə mən heç kəsi sevgilimə danışmaram. Heç kimə mən heç kəsi sevgilimə danışmaram. Heç kimə mən heç kəsi özgülümə danışmaram. Heç kimə mən heç kəsi sevgilimə danışmaram. Özgülümə danışmaram. Sevda bizi yandırır, beləsinə, beləsinə. Dəlisinə məzəm başım, beləsinə, beləsinə. Sevda məni yandırır, beləsinə, beləsinə. Gözlərim üzərində, beləsinə, beləsinə. Çok sevirəm səni, niyə unutmuşsan məni? Səni dil tutan əlimi, eləsinə, biləsinə. Aydın çox sevirəm səni, eləsinə, biləsinə. Səni dil tutan əlimi, eləsinə, biləsinə. Səni dil tutan əlimi, beləsinə, beləsinə. Beləsinə, beləsinə. Beləsinə, beləsinə. Çox sağ ol ay Məhərrəm, çox sağ ol. Eləsinə, beləsinə, maşallah, mahnı toylarda da populyar olub. Və əziz tamaşaçılarımız, əziz həmvətənlər, gecənin səsini seyr eləyən tamaşaçılarımız bizə zəng açıblar Sverdlov şəhərindən, Yekaterinburgdan və Çilyabinskdən bizi izləyirlər, Saratovdan bizi izləyən dostlarımız var, bizi Moskva şəhərindən izləyən dostlarımız var, bizi Güney Azərbaycandan, Ərdəbildən izləyən dostlarımız var, bizi bu zat Gəncə Basardan izləyənlərimiz var, Bərdədən, qədim Bərdədən izləyən dostlarımız var və bizi izləyən bütün tamaşaçılarımıza var olun deyirik, var olsunlar ki, hər zaman bizləri izləyirlər, Fityax şəhərindən bizi izləyirlər. Mən Tümendən bizi izləyən dostlarımız var. Hər birinə çox təşəkkür edirəm. Və gecənin səsində bizə dəstək olan ana kürə bir daha öz böyük təşəkkürümü, salamımı yetirirəm, var olsunlar. Və Laçın Mebelə çox təşəkkür edirəm. Və istəyirəm ki, Elnur Zeynalov Qarabağ şikəstəsini bizim keçən verilişimizlə istəmişdilər və onu biz yerinə yetirə bilmədik, zamanımız çatmadı. Çox dəyərli həm yerinimiz, ağsaqqalımız Fazil Fərəcov bizdən xahiş eləmişdi ki, bir Qarabağ şikəstəsi ifa olunsun. İnşallah növbət həftələrdə olar. Elnur bəy və Gülnar xanım, gözəl bir Qarabağ şikəstəsi istəyirəm ki, bizim xalqımız musiqi ilə bərabər Qarabağ şikəstəsi bizim milli musiqimiz, milli soyumuz, kökümüzdür. Sarı gəlin Azərbaycanın xalqına məxsus olan bir musiqidir. Xali görsələr də bu yaxınlarda bizim gənc orta məktəb tələbələri o mahnını necə ifa ediblərsə, onu yağılarımız durub həmin konser salonundan yerlərini dəyişiblər və sübut eləyib ki, bizə məxsusdur, Azərbaycanın milli musiqisidir. Eşq olsun bizim istedadlılarımıza, var olsun Azərbaycan musiqisi. Buyurun Elnur bəy, Gülnar xanım.
çok sağ olun, var olun. El çalan elleriniz var olsun. Elnur Bey, Gülnar xanım çok sağ olun və bizim çox dəyərli musiqiçilərimiz, gözəl tarizənimiz, hər biriniz var olun. Allah səsinizi hər zaman var eləsin. Azərbaycan musiqilərinin hər biri gözəldir. Qarabağ şişəsi bilirsiniz ki, bizim ruhumuzdur, canımızdır. Gün o gün olsun ki, Qarabağ şişəsi Azərbaycanımızın bugün işğal altında olan, yağların tapdağında olan Qarabağımızda, Şuşada, Ağdamda, Xocalıda, Xankəndində, Kəlbəcərdə, Zəngəzurda ifa olunsun. Mən hər birinizə çox-çox təşəkkür edirəm, əziz tamaşaçılarımız. Zamanımızın öz axarı var, gəlib öz axarı ilə gecənin səsinin sonuna yaxınlaşırıq inşallah. Mən istəyirəm ki, burada bizim zəhmət çəkib gələn çox dəyərli tamaşaçılarımıza öz təşəkkürümü bildirəm. Var olun deyəm hər birinizə, hər biriniz Allah hər zaman var eləsin sizləri. Bir daha sahib kişi, arzu edirəm ki, xoşbəxt, bəxtəvər yaşayasınız və hər bir əyləşənlərə çox təşəkkür edirəm. Ana kürə buradan çox-çox təşəkkür edirəm ki, hər zaman bizlə bərabərdir və istəyirəm ki, Emil Məmmədovun bir gözəl mahnısı var. Gözəl bir mahnısı var. Mən o ifa ilə yekunlaşaq. Mən hər birinizə çox-çox təşəkkür edirəm, əzizlərim. Növbəti həftə bazar ertəsi 22:00-da sizlərlə görüşmək ümidi ilə İnşallah növbəti həftə seçilib dəyərli müğənnilərimizi, sizlərin qəlbini oxşayan gözəl sənətkarlarımızı dəvət edəcəm. Hər birinizə gözəl istirahət arzu edirəm və bizi seyr eləyən tamaşaçılarımızı Güney Azərbaycandan, Azərbaycanımızdan, Rusiyadan, hər bir məkandan baxan tamaşaçılarımıza gözləriniz nurlu, işıqlı olsun. Həmişə də gecənin səsi sizlərin xidmətindədir. Buyur Emil bəy, gözəl musiqi gəlir. Gel hədənən elçiləri göndərim, bir hədənən elçiləri göndərim, mənə sən bir hədənən elçiləri göndərim. Gel hədənən uzanır günlər, aylar, səbrim yaman daralır. Evlənənlər görəndə qanım yenə qaralır. Uzanır günlər, aylar, səbrim yaman daralır. Evlənənlər görəndə qanım yenə qaralır. Axı mənim də istəyim var, mənim də arzularım var, mənim də bir sevdiyim var. Yar, niyə belə üzürsən məni, demirsən bircə gəlməni, həsrətdə qoymusan məni. Gel hədənən elçiləri göndərim, bir hədənən elçiləri göndərim, mənə sən bir hədənən elçiləri göndərim. Yar, gəl hədənən elçiləri göndərim. Ay sevgilim bu qədər gözlətmə gəlməni sən, ot tutub yanar canım, mənə bir söz deməsən. Ay sevgilim bu qədər gözlətmə gəlməni sən, ot tutub yanar canım, mənə bir hə deməsən. Axı mənim də istəyim var, mənim də arzularım var, mənim də bir sevdiyim var. Niyə belə üzürsən məni, demirsən bircə gəlməni, həsrətdə qoymusan məni. Gel hədənən elçiləri göndərim, bir hədənən elçiləri göndərim, mənə sən bir hədənən elçiləri göndərim. Ay ay ay, hədənən elçiləri göndərim. Gel hədənən elçiləri göndərim, bir hədənən elçiləri göndərim.
hə denən elçiləri göndərim. Bir hə denən elçiləri göndərim. Mənə sən bir hə denən elçiləri göndərim. Yar gəl hə denən elçiləri göndərim. Gəl hə denən elçiləri göndərim. Bir hə denən elçiləri göndərim. Mənə sən bir hə denən elçiləri göndərim. Yar gəl hə denən elçiləri göndərim. Gecənin səsini daim izləyən Bəli, əziz tamaşaçılarımız, çox təşəkkür edirəm. Var olsun bizi seyr eləyən tamaşaçılarımız və bu gecədə böyük zəhməti olan Laçın İnstrumental Ansamblına mən çox təşəkkür edirəm. Tofiq Xudarov başda olmaqla və gözəl xanəndəmiz Elnur Zeynalov sizə, Emil Məmmədova, Məhərrəmova, Gülnar xanım Müsayeva, sizə çox təşəkkür edirəm ki, bizim dəvətinizi aldınız, gəldiniz və bizi sevənlərin və bizi izləyən tamaşaçılarımızın qəlbini oxşadınız. Gecələriniz daimi xeyirli olsun, gününüz musiqi qədər gözəl, rəngarəng olsun inşallah. Növbəti həftə, bazar ertəsi 22:00-da görüşmək ümidi ilə gecəniz xeyrə, gününüz inşallah uğurlu başlasın. Bir daha hər birinizə təşəkkür edirəm və Dünya TV-də çalışan bütün operatorlarımıza deyirəm ki, Allah sizləri var eləsin ki, gecənin səsini bu qədər gözəl, ruh yüksəkliyindən bizim xalqımıza çatdırırsınız. Bir daha təşəkkür edirəm. Var olasın.